Müəllimlər, mən indi sizlə 8-ci sinifin 8-ci mövzusu olan yuvarlaq səthli detalları olan məlumatların spesifikasiyası və çertyoşun oxunması haqqında danışacağam. Deməli, spesifikasiya hər hansı bir məlumatın tərkibini müəyyənləşdirən bir cədvəldir. Hansı ki, spesifikasiyanın ən sadə forması əsas yazıdır. O tərkib hissələrinin materiallarını, onların adını və miqyasını göstərir. Bu şəkil 1-də göstərilmişdir. Bir detal verilibdir. Həmin detalın spesifikasiyası baxın A-da aşağıda cədvəl formasında verilibdir. Deməli, çertyoşu necə oxumaq lazımdır? Çertyoşu oxumaq cismin yastı təsvirinə görə. Baxın, şəkil 1-də yastı təsvirli verilib cismin. Onun həcmli formasını təsəvvür etmək, ölçülərini təyin etməkdən ibarətdir. Və bunu bir ardıcıllıqla həyata keçiririk. İlk öncə çertyoşun əsas yazısını oxuyuruq. Ondan detalın və onun hazırlandığı materialın adını, təsvirin miqyasını və başqa məlumatları öyrənirik. Bu birincidir. Ardıcıllıqla əzbərləməlisiniz mütləq. İkinci, çertyojda detalın hansı görünüşlərinin verildiyini, onların hansının baş görünüş olduğunu təyin etməlidir. Üçüncü, görünüşlərin qarşılıqlı əlaqəsinə baxmaq, detalın formasını hər tərəfli müəyyən etmək, cəhd göstərmək. Çertyojda verilmiş təsvirin təhlili bu məsələyə kömək edir. Çertyoja görə detalın hər bir hissəsinin həndəsi formasını təsəvvür edib, onları xəyalən tam halda birləşdirməliyik. Dördüncü isə çertyoj üzrə detalın və onun elementlərinin ölçülərini təyin etməliyik. Belə ki, detalın çertyojunu oxunmasına aid misal göstərək. Əvvəlcə çertyoja aid suallar, sonra isə onların cavablarını quraq. Gəlin suallara və cavablara baxaq. Detal necə adlanır? Bu sualdır. Cavabda verilib detal yönəldici adlanır. Onu hansı materialdan hazırlayırlar? Poladdan. Çertyoj hansı miqyasla yerinə yetirilir? Natural ölçü 1-in 1-ə. Çertyojda hansı görünüşlər var? İki görünüş var. Baş və sol görünüş. Detalın forması hansı həndəsi cisimlərin birləşməsində müəyyən edilir? Belə ki, bütün hissələri birləşdirib cismin ümumi formasını müəyyən edirik. Bu özlüyündə bir ox boyunca yerləşdirilir. Silindirlərin, kəsik konusların, altıbucaqlı prizmanın birləşməsindən ibarətdir. Detalın oxu boyunca silindir formasında açıq dəlik keçir. Eyni zamanda 5-ci sualda detalın ümumi formasını təsvir edir. Hansı həndəs cisimlərdən ibarətdir deyən zaman dedik ki, o detalın hissələrini ayırıb onun iki görünüşünü tutuşturmaqla, onlara soldan sağa baxmaqla təyin edirik. Belə ki, sol kənar hissə baş görünüşdə düzbucaqlı, sol görünüşdə çevrədir. Deməli, o silindirdir. Baş görünüşdə soldan ikinci görünüş trapeziyadır, sol görünüşdə çevrədir. Deməli, o kəsik konusdur. Üçüncü hissə birinci kimi baş görünüşdə düzbucaqlı, sol görünüşdə çevrədir. Deməli, o silindirdir. Dördüncüdə isə baş görünüşdə iki üfüqi xətt keçirilmiş düzbucaqlı, sol görünüşdə altıbucaqlı formasındadır. Deməli, o altıbucaqlı prizmadır. Sağ kənar hissə baş görünüşdə düzbucaqlı, sol görünüşdə isə çevrədir. Deməli, o silindirdir. Baş görünüşdəki iştirik xətlərdən sol görünüşdəki ən kiçik diametrli çevrəyə görə belə nəticəyə gələ bilərik ki, detalın içərisində açıq silindrik deşik var. Və deməli, 7-ci sualımız isə cavabı isə deməli, detalın qabariti ən böyük və ən kiçik ölçüləri belədir. Uzunluğu 160 millidir, diametri 90-dır. Bunu belə yadda saxlayın. 6-nın tərsi nədir? 9. Tərs görünüşü 9-dur. 160 uzunluğudur, diametri 90-dır. Deşiyin diametri 20-dir. Sol kənar hissə 30-dur, uzunluğu 18-dir. Kəsik konus 20 milli, təpə bucağı 30 dərəcədir. Böyük oturacağın diametri isə 48 millidir. Növbəti silindrik hissənin də diametri bu qədərdir. Silindirin uzunluğu 75 və 38 milli ölçüləri arasındakı fərqlə təyin olunur. Yəni 75-dən 38 çıxıb 37 əldə edirik. Detalın altıbucaqlı prizma formasında olan hissəsinin iki ölçüsü sol görünüşdə verilmişdir. Paralel üzlər arasında 65 milli, iki til arasında 75 millidir.
Bu hissənin uzunluğu göstərilməyib, onun qabarit ölçüsü 160. 75 və 45 ölçülərini çıxmaqla təyin edirlər. Ən böyük silindrin diametri 90, onun uzunluğu 45-dir. Deşiyin diametri isə 20 millidir.